Larijani'nin dediklərinə ki, biz Amerika ilə heç bir danışığa getmirik. Buna ciddi yanaşmıram. Və elə tamaşaçılara da tövsiyə edirəm ki, ciddi yanaşmasınlar. Çünki o daxili auditoriya üçün söylüyor bunları. Danışıqlar isə davam edir, hər zaman gedir. Və hətta məlumat budur ki, İtaliya üzərindən danışıqlar gedir. Vasitəçi də İtaliyadır. Və bu Trump havadan söyləmir ki, məndən onlar danışıq istədilər. Çox gec qalıb o kontekstdə deyildi ki, zamanında bunlar normal danışsa idilər. Hər şey yaxşı olardı, hər şey tamamilə başqa cür ola bilərdi və heç Xamneyi də ölməzdi. Trump açıq şəkildə bunu deyir. Amma bu baş verib, indi İran demək olar ki, hərbi elitasını itirib, dini liderini itirib. Bu mümkün senarilər içərisində İran üçün ən pis variantdır. Siz təsəvvür edin, indi siz müharibə ifadəsini işlətdiniz, biz də işlədirik. Amma əslində klassik müharibə getmir. Bir neçə təyyarə qalxır havaya, İran hava hücumundan müdafiə sistemi işləmədiyi üçün, çöktüyü üçün, İsrail təyyarələri sanki təlimdəymiş kimi gəlirlər, istədikləri yeri bombalayırlar. Sonra bir dəfə havada tur atır, nümayiş elətdirirlər və sonra da dönürlər geriyə. Mülki halini də hədəf alırlar deyə vəziyyət verir. Qızlar məktəbi və oradakı dinc əhali. Müharibə çox pis şeydir. Biz bunu görmüşük, biz bunu lənətləyirik. Savaşı lənətləyirik, pisləyirik. Dinc əhali öldü, Azərbaycanlılar öldü, oradakı insanlar məhv oldular. Yəni dini liderin özünün yanında nəvəsi, 14 aylıq nəvəsi həlak oldu. Yəni bu çox pis bir şeydir. Amma yəni savaş pis bir şeydir, amma yəni gərək sən də özünü savaşdan qoruyasan da. İran bütün ətrafına müharibə elan edilmiş vəziyyətdədir. Bilirsiniz, çox məntiqsiz deyilmi Rahab bəy? Eyni vaxtda Amerikanın səfiri Amerikaya dedik, bazası orada İranın bazasının əsas şüarı nədir? Margbənd Amerika. Margbənd İsrail. İranda, deməli Tehranda, Fələstin meydanında bir sayğaç var. Bir saat var. O saat 2040-cı ilə qurulub. Hər gün geriyə bir gün gedir. Və bu çox məşhur bir saatdır. Və orada onu göstərir ki, 2040-cı ilə qədər İsraili məhv edəcəm. Yəni, sən bir ölkəni məhv eləməyə qarşına qoymusansa, o ölkənin cavabına da bu daş saatdan bir nümunədir. İndi orada bu qədər zaman qalmışdı, gün qalmışdı. Yəni, hər gün bir gün geriyə gedir ki, İsraili 2040-cı ildə biz 2040-a qədər məhv edəcəyik. Yəni, İranın rəsmi ideologiyası İsraili, o başqa variantları da oraya qoya bilərik. İsrailin dövlət olaraq məhv edilməsi İranın rəsmi ideologiyasında bu var. Təbii ki, o məhv olunma hədəfi qoyulan dövlətdə bir cavab verməlidir. Cavab verməlidir. Amerika da istəyir ki, İranın doktrinindən bu çıxsın. Və bunu təklif edir, bunu tələb edir. Təkcə nüvə ilə bağlı, nüvə demək, proqramından imtina ilə bağlı getmir danışıqlar. Uranı zənginləşdirilməsi. Komple gedir. Yəni, bütün hamısı gedir və o cümlədən də proksi qüvvələr vasitəsilə İraqdan yığışması, Livandan, sonra Suriyadan, başqa ölkə. Yəni, onsuz da Amerika vura-vura İranın əlinə ayağını kiçiltmişdi. İranın proksi qüvvələrini sıradan çıxarmışdı. Hizbullahı, Həması, hamısını demək olar ki, iflic vəziyyətinə salıb Amerika. Və əgər İran rejimi həmin anlarda, məsələn, Haniyənin vurulmasından sonra Tehranda ən ali qonaq olaraq İsmail Haniyə, Həmas lideri vurulanda hesabını çıxarmalı idi ki, Amerika nöqtə atışı ilə yataqda adam vurur. Ondan nəticə və dərs çıxartmasa 12 iyunda başlayan 12 günlük müharibədən nəticə çıxartmalı idi ki, Hizbullah liderini, Ali Baş Komandanı, Silahlı Qüvvələrin Baş Qərargah rəisini, Məhəmməd Bagirini sıradan çıxartdı, 20-dən çox generalı vurdu və o zaman da dedi ki, dini liderində yerini bilirik. Trump söylədi ki, o mollanın yerini bilirəm, özüm vurmuram.
Amma istəsən vurarıq.